America is back. Donald Trump'ın reytingi son sorğu nəticələrinə görə 39%-ə düşüb. NBC News-un məlumatına görə bu göstərici onun hazırki siyasi mövqeyi üçün ciddi siqnal hesab olunur. Sorğuda iştirak edən respondentlərin 60%-i Trump'ın işindən narazıdır. Reytingdəki azalma xüsusilə müstəqil seçicilər arasında dəstəyin zəifləməsi ilə izah edilir. İqtisadi gözləntilər və gündəlik yaşayış xərcləri ilə bağlı narazılıqlar bu tendensiyanı gücləndirir. İmmiqrasiya və daxili təhlükəsizlik mövzularında sərt ritorika isə cəmiyyətdə birmənalı olaraq qarşılanmır. Digər tərəfdən aralıq seçkiləri ərəfəsində respublikaçı senatorlar bu dinamikanı diqqətlə izləyir. Çünki prezidentin populyarlığı adətən partiyanın namizədlərinə birbaşa təsir göstərir. Reytingin 40%-dən aşağı olması seçki kampaniyalarında əlavə risk yaradır. Xüsusilə rəqabətli ştatlarda namizədlər məsafəli mövqe tutmağa çalışa bilərlər. Bu isə partiya daxilində taktiki fikir ayrılıqlarının dərinləşməsini istisna etmir. Demokratlar isə yaranmış vəziyyəti siyasi fürsət kimi qiymətləndirirlər. Onlar iqtisadi narazılığı və sosial mövzuları ön plana çıxarmağa çalışırlar. Sorğular göstərir ki, seçicilər daha çox sabitlik və praqmatik idarəçilik gözləyirlər. Mütəxəssislər hesab edir ki, əgər reytingdə geriləmə davam edərsə, bu, respublikaçıların senatda üstünlüyünü risk altına sala bilər. Düşünürəm ki, 39%lik göstərici təkcə statistik rəqəm deyil, həm də aralıq seçkiləri öncəsi siyasi balansı dəyişdirə biləcək mühüm amildir. Ona görə ki, Donald Trump'ın reytinginin 39% səviyyəsinə enməsi seçki öncəsi siyasi mənzərəni daha da mürəkkəbləşdirir. Bu göstərici xüsusilə respublikaçılar üçün xəbərdar edici siqnal kimi qiymətləndirilir. Çünki ABŞ siyasi praktikasında prezidentin populyarlığı partiyanın konqres yarışlarında nəticələrinə birbaşa təsir göstərir. Əslində, ən böyük risk müstəqil seçicilərin mövqeyi ilə bağlıdır. Məhz bu qrup aralıq seçkilərində balansı müəyyən edən əsas amil kimi qeyd olunur. Rəqabətli ştatlarda isə cüzi faiz fərqi belə senatda qüvvələr nisbətini dəyişmək gücündədir. Bəzi namizədlərin reytingi milli siyasi gündəmdən asılı vəziyyətə düşə bilər. Əgər ümumi siyasi fon mənfi olaraq qalarsa, bu respublikaçıların bir sıra mühüm dairələrdə mandat itirməsi ilə nəticələnə bilər. Bəzi siyasi analitiklər hesab edir ki, 2026 aralıq seçkiləri öncəsi respublikaçılar üçün qələbə şansı bir neçə kritik amilə bağlıdır. Ən birincisi Trump'ın reytinginin sabit qalması və ya yüksəlməsidir. Prezidentin populyarlığı partiyanın namizədlərinə birbaşa dəstək verir və xüsusilə rəqabətli ştatlarda seçici davranışını formalaşdırır. Daha sonra elektoratın fəallığı var. Aralıq seçkilərində iştirak nisbəti adətən aşağı olur. Ona görə də respublikaçıların aktiv və motivasiyalı seçici bazasını hərəkətə gətirməsi vacibdir. Ən önəmli isə namizədlərin keyfiyyəti və reputasiyasıdır. Güclü, skandallardan uzaq və yerli elektorat tərəfindən qəbul edilən namizədlər qələbə şansını artırır. Son günlər geniş müzakirə olunan Epstein sənədlərində Trump'ın adının hallanması isə onun reputasiyasına ciddi zərbə vurub. Reytingin aşağı olması seçici motivasiyasını zəiflədə və tərəddüd edən elektoratı uzaqlaşdıra bilər. Burada hər kəsə maraqlı olan partiya daxilində vahid strategiyanın saxlanılması, Trumpçı və mülayim qanad arasında fikir ayrılıqları kampaniyanın mesajının zəifləməsinə səbəb ola bilər. Bütün bu amillər birləşdiyi halda respublikaçılar həm nümayəndələr palatasında, həm də senatda əhəmiyyətli qələbələr əldə edə bilərlər. Əks halda aralıq seçkilər partiyanın mövcud üstünlüyünü zəiflədə və rəqabətli ştatlarda yerlərin itirilməsinə səbəb ola bilər. Donald Trump qalib gəlmək üçün prezident kimi populyarlığını yüksəltməli və seçiciləri formalaşdırmalıdır. Eyni zamanda respublikaçı partiyada vahid strategiya göstərərək müstəqil seçicilərin dəstəyini cəlb etməlidir. Ekspertlərin fikrincə, aralıq seçkilərinin qazanılması Ağ Ev liderinin xarici siyasətində də prioritet olacaq. Buna görə də geniş miqyaslı hücuma çevrilmə ehtimalını dəyərləndirən Trump İrana zərbələri seçkiyə qədər təxirə sala bilər.